Mən Adəm Əlim 16 noyabr tarixində keçirilən OTK-nın 11-ci sinif riyaziyyat suallarını sizə izahı verirəm. Budur ki, diqqətli olun, izaha başlayırıq. İç rəqəmli ədədin rəqəmlərinin cəmi 12-dir. Yəni, hər hansı bir AB iç rəqəmli ədədin rəqəmlərinin cəmi 12-yə bərabərdir. Bu ədədin onluqlarının sayını göstərən rəqəm, yəni A, təkcilləri göstərən rəqəmin 50%-nə bərabərdir. Yəni, A bərabərdir, yəni 0,5 B formasında yazırıq bunu. İndi həmin bu yazdığımız ifadəni A plus B bərabər 12 ifadəsində yerinə qoysaq, olacaq ki, 0,5 B plus B bərabər 12. 1,5 B bərabər 12 olduqda, B bərabər 12-ni bölürük nəyə? 1,5-ə. Yəni, 120-ni bölürük 15-ə. 120-ni 15-ə bunun neçə qalır? 8 qalır. Yəni, B-miz 8-dirsə, ifadəmizi yerinə qoysuq, A-nı tapacağıq. Nə qədər? 4 tapacağıq. Yəni, A, B iki rəqəmli ədədlərdə A-nı yerinə 4, B-ni yerinə 8 yazsam, ifadəmiz olacaq 48C variantı. Daha sonra ikinci misal. 15 üstəyin ədədin natural bölünlərinin sayını tapın. 15 vurğular şəklində yazılır. Sadə vurğular şəklində 3 vurulsun 5 kimi üzərində n. Bu 3 üstündə n vurulsun 5 üstündə n deməkdir. Natural bölünlərin sayı 25 olarsa n-i tapın. Natural bölünlərin sayını tapanda qüvvətlərin üzərinə 1 əlavə edəcəyik. n plus 1, n plus 1 bərabər 25. Yəni n plus 1-in kvadratı bərabər 25 olanda n plus 1-imiz neçə olacaq? 5-ə bərabər olacaq. Nəhayət n-imiz də 5-dən 1 çıxanda 4-ü verəcək və Y variantı doğrudur. Növbəti sual. Baxın, uşaqlar. 1, 4-də 1, 1-dən 9-da 1, 1-dən 16-da 1-dən 225-də 1-ə qədər burada ifadələrdə 4-ə, 9-a, 16, 25-ə nəzər salsaq, görək ki, 2-də 1, 3-də 1, 4-də 1 və s. 15-də 1-ə qədər ədədlərin kvadratına bərabərdir. Ona görə də bu ifadəmizin düstur şəklində belə yazsaq ki, 1 minus 1 bölünsün n kvadratı şəklindədir bu ifadəmiz. Yəni 2-dən başlayıb, düz gedib 15-ə qədər hamısı qiymətlər verilib. Ona görə də bu ifadəni ortaq məxrəc gətirsək bunu n kvadratı minus 1. Nəhayət n kvadratında n minus 1, n plus 1 şəklində yazarıq. Və bunu biraz da sadələşdirsək, n minus 1 bölünsün n, n plus 1 bölünsün n şəklində yazaq. Hesablarımız rahat olsun. Məsələn, gəlin bir dəfə 1 qoyaq. Bax, 1-i qoyaq. Yox, əslində 2-dən başlayır. 2-ni qoyaq, olacaq 2-də 1 vurulsun, 2-də 3. Sonra məsələn 3-ü qoysaq, 3-də 2 vurulsun, 3-də 4. Məsələn, tam 4-ü qoysaq, olacaq 4-də 3. Bax, həmin dediyimiz bax, bu ifadədə yerinə qoyuruq uşaqlar. 4-də 3 vurulsun, 4-də 5. Nəhayət, bu 15 qoyanda 15-də 14 vurulsun 15-də 16. Uşaqlar, deməli, bu daxildə olan ifadələr ki var, bax, daxildə olan ifadələr ki var, gördüyümüz ki, bunlar hər biri ixtisar edəcək. Bax, 1-dən düz bu ifadəyə qədər hamısı ixtisar gedəndə, nəhayət 2-də 1 vurulsun 15-də 16 qalacaq. Və ixtisarımı aparsa yuxarıda 8 olar və doğru cavabımız olar 15-də 8 və A bəndi doğrudur. Keçək 34-cü suala. Deməli, x-2 sayda işçi bir işi 12 saata, x-6 sayda işçi isə həmin işi eyni məhsul aldı 18 saata yerinə yetirərsə. Yəni, x-2 sayda işçi 12 saata yerinə yetirirsə, x-6 isə 18 saata yerinə yetirər. Yəni, bu işçilərin sayının azaldığı zat, görülən iş saatı artıb, düzdür? Bu ifadəmiz tərs mütənasibdir. Yəni, tərs mütənasibdə düzünə vurub hesablamamızı aparacaq. Yəni, 18 vurulsun x minus 6 bərabərdir 12 vurulsun x minus 2. Tənasibdə qurub tez yenə yerinə yetirə bilərsiniz. 18x minus 6, 8, 48, 6, 108. 12-ni x-ə vuranda 12x, 12-ni 2-yə vuranda 24. 18x-dən 12x-i çıxanda 6x, 108-dən 24-ü çıxanda 8-dən 4, 4, ondan 2, 8, 84
X da bərabərdir 16. Deməli x-i soruşur. X də 16 və 16 heç yoxdur. 14. 14. 14-də Y variantımızda var. Deməli bu ifadəni sadələşdirin. Uşaqlar tez baxırıq bu ifadəyə. Bu məxrəzdəki ifadəyə baxın. Bəzi halda şagirdlər bu a kvadrat topla 1 bölü a kvadrat çıx 1 olmasını həmişə belə öyrənmişik ki, a kubu plus b kubun ifadəsi a plus b, a kvadrat çıx ab topla b kvadrat. Sadəcə burada yer dəyişmə baş verir. Ona görə də bu elə aşağıdakı ifadə, yuxarıdakı ifadə, yəni a-nın kubunu çıxarsaq, a üstü 6 plus 1 olduğunu bilirsiniz. Aşağıdakı ifadəmizdə a kubu plus 1 bölünsün a-nın kubu. Bu bunun açışıdır. Və nəhayət yuxarı ilə işimiz yoxdur. Aşağıda da yazsaq ki, orta əmələ gətirsək a kubu a üstü 6 plus 1. A üstü 6 plus 1-lər getsə, aşağıdakı a kubu qalxar yuxarı, a kubunu a kuba vuranda a üstündə 6 eləyər və burada da doğru cavab D variantıdır. Sonra növbəti sual. Şöyle baxın, deməli A nöqtəsində çevrəyə AD və AE toxunanları çəkilmişdir. DF bucağı 75 ilə işarə eləyib. DA yeni tapın. Xaricdəki bucağı tapın. Xaricdəki bucağı tapmaq üçün qaydamız var idi ki, çevrə üzərində ayrılmış o böyük qövsün dərəcə ölçüsündən, yəni major qövsün dərəcə ölçüsündən kiçik qövsü minor deyirdik də buna. Bunların dərəcə ölçülərini çıxıb 2-yə bölürdük. Əgər daxilə çəkilmiş bucaq 75-dirsə, onun qarşısındakı qövs 150 dərəcədir. Digəri isə nə qədər qaldı? 210 qaldı ki, çevrə tam olaraq 360 dərəcə eləsin. Və biz burada alfanı tapanda 210-dan 150-ni çıxıb 2-yə bölürük. 60-ı da 2-yə böləndə nə qədər qalar? 30 qalar. Keçək 37-yə. ABC 110-dur. Bax, bu hissə 110-dur. YDF soruşur. YDF-də həmin bax bu x bucağıdır. Baxın şagirdlər, deməli bax burada bir dənə 3-cü paralel düz xətt çəksəm, 110-dursa bunun bu hissəsi nə olacaq? 70 olacaq. Düzdür? 70. 70-dirsə deməli hara baxırıq indi? Bunu da uzada bilərik. Yəni bu xəttdən hər zaman uzada bilərik rahat formada. Heç uzatmasaq da baxırıq. 70-dirsə BC ilə DF, bax DF ilə BC paraleldirsə uyğun bucaqlar bərabərdir. 70 isə bax bu bucağımızda oldu 70. Və bu x ilə bu 70 çarpazı olduğuna görə çarpaz bucaqlar bərabərdir. Deməli bizdən soruşulan bucaq da məhz 70 dərəcə eləməlidir. Növbətisi Venn diaqramına əsasən ştrixlənmiş hissənin çoxluğa uyğundur. Sadə bir sual. Deməli uşaqlar A-nan yəni B ilə C-nin birləşməsini A ilə kəsdirib. Variantlara baxa bilərsiniz. Məsələn, B ilə C-nin birləşməsini A-nı çıxsa, bunların heç birisi qalmaz. Bu səhvdir. Sonra A-nan fərqi B ilə C-nin kəsişməsi. B ilə C-nin ümumiyyətlə kəsişməsinin fərqi olsa, bu ifadə yenə düz gəlməz. Yenə də baxaq. B ilə C-nin kəsişməsi ümumiyyətlə boş çoxluqdur. A-dan çıxanda bu ştrixlənmiş hissə qalmaz. Və B ilə C-nin birləşməsindən A-nın kəsişməsi. Bunları A-la kəsişdirib. Digərinə baxaq. B ilə fərqi ümumiyyətlə olmaz. A ilə B-nin kəsişməsi ilə elə bil C-ni burada birləşdirib. Yəni bu nə deməkdir? A ilə C-nin birləşməsi kəsişir. B ilə C-nin birləşməsi. Bu da düz gəlmir. Burada deməli ifadə deməli A ilə B-nin kəsişməsidir. Bir də A ilə C-nin kəsişməsidir. Bunları ümumiləşdirsək və bunları kəsişmə qoymalıyıq. Nəhayət də bu ifadə yenə də B ilə C-nin birləşməsi ilə A-nın elə kəsişməsi deməkdir və doğru cavab olacaq C variantı. Sonra 38-ci suala baxaq. 38-ə baxaq. Deməli ABD 70 dərəcədir. ABD 70-dir. ABD bucağı 70 dərəcədir və DC parçası, bax bu DC parçası BD-nin tənbələnidir. 70 isə bu tərəfdə 70 çarpaz olduğuna görə. Bura olur 35 və 35. DSK, bax DSK bucağı bax buradır.
Bu da bir tərəfli bucaqlar olduğuna görə bura olsun alfa. Bir tərəfli bucaqların cəmi 180 olduğuna görə 180-dən 35 çıxanda qalacaq 145. Bu da C variantına uyğundur. 40-cı suala baxırıq uşaqlar. Deməli 8-ci dərəcədən kök altında 8 çıxı 2/15 2-ni 2-yə 1. Yəni 1 qalırsa kök altda 15-də 3 ilə 5-in hasil deməkdir. Yəni bu da oldu kök altda 3 və yaxud da neçə bu dəqiqə? Hə. Kök altda 5 çıxılsın kök altda 3-ün mötərizdə kvadrat deməkdir. Vurulsun 4-cü dərəcədən kök altda 5 üstəgəl kök altında 3 və 4 ilə 2-ni ixtisar eləsən burada qalar 4-cü dərəcə. Niyə görə kök altda 5 çıx kök altda 3 yazdım? Cüt dərəcə mənfi ola bilməz. Ona görə kök altda 5 çıx kök altda 3 yazıram. Yəni eyni kökdə olduğuna görə digər köklə kök altda 5 topla kök altda 3 yazıb bir-birinə buna vururam. Nəhayətində 4-cü dərəcədən 5-dən 3 çıxanda qalar 2 və salam və doğru cavab Y variantı. Növbəti sual perpendikular şərti verilib. ABY bucağı, ABY bucağı, bax buradakı bucaq YBD, YBS-yə bərabərdir. YBS bax buradır. Bunlar bərabərdir bunlar bir-birinə. Bucaq 70-dir. Düz bucaqlı bucaq olduğuna görə digər tərəfdə 90-dır və digər 20 dərəcə eləyəcək. Bucaq isə 60-dır. 60 da deməli burada bizə HBY bucağını soruşur. Bu təpədəki bu xırda balaca bucaq ki yoxdurmu? Onu soruşur bizdən. Deməli 70-60 eləyir 130. B bucağı ümumiyyətlə bucaq B bərabərdir. 50 dərəcə eləyir. BY əyərləri bu BY-ni bax görsən ABY YBS-yə bərabərdir də. Yəni 50 dərəcə olan bucaq yarı bölünübsə, bura düşəcək 25 və digər də 25 eləməlidir. Bax bu kiçik hissəyə düşür 5 dərəcə. Və burada bax görürük ki D variantı doğru ifadədir. Sonra 42-ci suala baxırıq indi. Tənliyin köklərindən biri 3-dür. Əlbəttə tənliyin kökü tənliyin qiymətini sıfıra çevirən qiymət deməkdir. Yəni x-in yerinə 3-ü qoyub hesablayacaq və digər kökünü tapacağıq. Əvvəl n tapmaq lazımdır. Yəni olacaq 2 vurulsun 3-ün kvadratı çıxılsın n vurulsun 3 çıx 9 bərabər 0. 3-ün kvadratı 9 2-yə vuranda 18. 18-dən 9 çıxanı 9. Çıxılsın 3n bərabər 0. 3n bərabər 9 onda n də bərabər 3. N bərabər üstə n-i yerinə 3 qoyuram. 2 dənə x kvadratı çıxılsın 3 x çıxılsın 9 bərabər 0. Hesablasaq laf diskriminantını tapaq. 9 minus 4 8 8 9-un 72 toplama cəmi 81. x1 bərabər 3 üstəgəl 9 bölünsün 4. Onsuz da bu 3 eləməlidir. Birinci kökünün birini 3 verib də bizə. X-ə bərabərdir 3 çıxılsın 9 bölünsün 4. Yəni mənfi 6-nı 4-ə biləndə mənfi 1,5 ifadəmizin digər kökü eləyəcək. Növbəti 43-cü sual A plus B cəminin müsbət qiymətini soruşur. Müxtəsər rimasyon köməkçisindən istifadə eləyərək bunu A plus B-nin kvadratı çıxılsın 2AB bərabər 34 yazaq. AB-ni 15 verdiyinə görə A plus B-nin kvadratı bərabər 34 üstəgəl 2-ni 15-ə vursaq eləyəcək 30. Bu da 64 eləyir. Əlbəttə ki, A plus B bərabər müsbət mənfi 8 eləyir. Və müsbət qiymət olaraq bizdən 8 soruşur və salam. Növbəti sual. ABC üç bucağında hər bir şərti verib. ABC 90 düz bucaqlı üç bucaqdır. Düz bucaqlı üç bucağın düz bucaq təpəsindən hündürlüyü çəkilib. Bunu da bilirik. Perpendikular şərti var. AD DS BD 125 olarsa BD parçası uzunluğunu tapın. Deməli bura n yazaq məsələn. Düz bucaqlı üç bucağın düz bucaq təpəsindən çəkilən hündürlüyün kvadratı hipotenuzla ayrılmış hissənin hasilinə bərabərdir. Bunu bilirik. İndi verilən şərti yazaq. AD-nin uzunluğu m-dir. Sonra DS-nin uzunluğu n-dir və BD-nin uzunluğu isə h-dır. Yəni mn-dir. Yəni h da bərabərdir. Kök altında m-i yaza bilərəm. Yəni yazaram kök altında m-ni yazaram. Bərabər 125. Bunlar kökün altına salsam, kvadrat salsam, m-dən ikisi gəlsə kökün altına 3 dənə, n-dən ikisi gəlsə kökün altına yenə də 3 dənə olar. Çünki biri içəridədir. 125. Əlbəttə, 125 də 5-in kubuna bərabərdir. Yenə kvadrata yüksəlsək, m kubu vur n kubu bərabərdir. 5 üstündə 6 olar. Mn də bərabərdir.
Yəni MN-in mötərizə kubu bərabərdir 5 üstündə 6-ya. Və kubdan salsam kökə bu ifadəni, mən həmin bu ifadəni n də bərabərdir. Yəni olacaq 5 üstündə nə? 2. Yəni 5-in üstünə 2 üstü 3 yazsam, bunlar gedir 5 üstü 2 qalacaq. Yəni bu da olacaq 25. MN 25-dir. BD parçası da bizə hündürlüyə bərabərdir. Və hündürlüyü də kök altında MN olduğuna görə kök altında bunu yazacaq 25. 25-dən çıxacaq 5. Deməli bizim hündürlüyümüzün uzunluğu nə qədər imiş? 5-ə bərabər imiş. Sonra keçək 45-ci suala. Bunu silək buradan. Keçək 45-ci suala. Deməli çoxluqdur. Məsələn bu olsun bizim A çoxluğumuz, bu olsun bizim B çoxluğumuz. Deməli A ilə B-nin fərqi 5-dir. Tək A-nın özünə aid. B-nin A-nın fərqi 19-dur. 3 dənə burada məsələn kəsməsdə x götürək. A çoxluğu 5 plus x-dir. Yəni 3 vurulsun 5 plus x. B çoxluğu isə x üzəri 19-dur. Hesablayaq. Kəsişməsini soruşur. Kəsişməsində elə x-dir. Və bu sayını soruşur. Onsa saylarını yazmışıq biz. 15 üstəgəl 3x bərabərdir x üzəri 19. 3x-dan x-i çıxanda 2x bərabər 19-dan 15 çıxanda qalır 4. X-ə bərabər 2. Yəni kəsişmədə olan elementlərin sayı 2-yə bərabərdir. 10 detallı usta 3 günə, şagird isə 5 günə hazırlayır. Usta və şagirdi birlikdə 560 detallı neçə günə hazırlayır. Əvvəl hissələrini tapacağıq. 10 detallı usta 3 günə hazırlayırsa, olacaq 10 bölünsün 3. Bir günə də yəni 3-də 10. 5 günə, şagirdi 5 günə hazırlayırsa, elə bil olacaq ki, bir günə elə bir 2 detal hazırlayır. Yəni 10 bölünsün 2 bərabər 2 detal. Deməli bu hissələri toplasaq, 2 üstəgəl 3-də 10-u toplasaq, olacaq 3-də 6, 10, elə də 16. Və bəs deyir ki, 560 detal neçə günə hazırlayır? 560-ı da böləcəyik 3-də 16-ya. Olacaq ki, yəni 3-də 10 hissəsini hazırlayır. Bir də belə deyək də, bir günə hazırlayan detallarını toplayırıq ümumiyyətlə. 560-ı bölürük tapdığımız hissəyə. 560 da vururuq 16-da 3-ə. 560-ı 16-ya böləndə, bölək də 560-ı bölək 16-ya görə nə gələcək başımıza? 4. 4 16-ya vuranda 48, 85 dəfə 45. Deməli 45-dən mən 3-ə vursam eləyəcək 135. Yəni 560 detalı 135 günə hazırlayır. Texniki səhvim olmadı ki. 45 oldu da, bəli. 135 gün. Vəssalam. Deməli 47 ifadənin qiymətini tapın. Əvvəl sadələşdirmə aparmalıyıq. Bu həmin o 2 dənə ifadədən kök adda 3-ü çıxarsaq mötərizənin xaricində qalacaq 1 plus kök adda 5. Sonraki 2 ifadədən kök adda 2-ni çıxarsaq, sonra 1 üstəgəl kök adda 5 alınır yenə. Məxrəc kök adda 3 çıxılsın kök adda 2, vurulsun kök 5 minus 1. Yuxarıda 1 plus kök adda 5-i mötərizənin xaricindən çıxarsaq, kök adda 3, çıx kök adda 2 qalar. Kök 3 çıx kök 2 ilə məxrəcəklər yıxsa gedər. Yəni kök 5 plus 1, kök 5 minus 1. Əvvəl minusla işə aparırıq da biz. Çünki toplamların yeni dəyişəndə burada cəm dəyişməz. Kök 5 minus 1, kök 5 plus 1. Yəni 5 minus 1 və qiymətimiz də 4-ə bərabərdir. Sonra 48 A plus B'nin kvadratı 4AB olarsa A minus B plus 4-ün qiymətini tapın. Əlbəttə köməkçi müxtəsər düymə düsturundan A plus B'nin kvadratının A çıxılsın B'nin kvadratı topla 4AB yazırıq. Və həmin yazdığım ifadəni 4AB-yə bərabər eləsəm, 4AB islah gedər, A çıxılsın B'mizdə 0-a bərabər olar. Bizdə də A çıx B topla 4 soruşur. 0 topla 4 və doğru cavabımız elədir 4. Yenə də eyni ifadəyə gəlib çıxdıq. Müxtəsər mason köməkçisi əsas şərti verilib ki, A B-dən böyüdür, B də 0-dan böyüdür. Hər ikisi 0-dan böyük müsbət bir ədəddir. 2 dənə həm plusu ilə yazacaq bu köməkçini, həm çıxması ilə. Yəni yazacaq ki, A plus B-nin kvadratı çıxılsın 2AB bərabərdir 6AB. A plus B-nin kvadratı bərabərdir 8AB. A plus B də bərabərdir kök altına 8AB.
Sonra yazacaq ki, bir də yazacaq ki, A çıx B-nin kvadratı üstəgəl 2AB 6AB olsa, A plus B-nin kvadrat bərabər 4AB, A plus B də bərabər kök altına 4AB. Mən indi 8 kök altında AB-ni şərtimizə əsasən A plus B-ni yenə 8AB yazıram. Yazıram ki, elə eyni kökdə yaza bilərəm də 8AB-ni böləcəm 4AB-yə. Bunlar da ixtisar getsə olacaq elə kök altında nə olacaq? 2 olacaq. 6-nın üzərinə 2 gəldim. 8, 6-dan 2 çıxsın 4 qaldı. Böldüm kök altında 2 qaldı. 49. Sonra 50-yə. Perimetri 60 olan A, B, C, D, D, F. Bu 6 bucaqlı fiqurunda A, B, C üçbucaqlar bərabər tərəflidir. Belə yazaq. Bax, bura bir dənə x qoyub, bura y qoysam, ABC üçbucağın tərəfləri x plus y olacaq hər ikisi. Çünki 3 dənə üçbucaq var, üstə bərabər tərəflidir. Balaca x qoymuşamsa, elə bu da x, bu da x olacaq. Digəri y, burada y olacaq. Ümumi perimetri 60-dırsa, kənarlarda nə var? X plus y, x plus y, sonra x, sonra y. Bu şəkildə bərabər 60. 1, 2, 3, 3 dənə, yox, az oldu. X plus y, x. Bura x yazmalıyam. 4 dənə x üstə gəl, 4 dənə y bərabər 60. X-ın y-nin cəmi elədi nə qədər? 4-ə böldüm, qaldı 15. Bizə deyir ki, AC. Baxın, AC tərəfi də eləməz. A-dan C-yə qədər x üstəyə y-dir. O da elədi 15 cm. Və s. Burada nədir? Aramdakı məsafə 960 olan iki şəhərdən eyni zamanda qarşı-qarşıya iki avtomobil yola düşdü. Onlardan birincisi bu yolu 16 saata, o biri isə 14 saata gedir. Görüşünə qədər birinci avtomobil nə qədər yol gedir? Deməli, əvvəl birincisi 16 saata gedirsə, deməli, bunun sürətini tapa bilərəm. Deməli, bura yazan V1 sürəti 960 bölünsün 16, V2 sürəti də 960 bölünsün 14. Bax, 960 16-ya bölünəndə 60 düşər. Amma burada ixtisar olmayacaq. Nə olacaq? Bəs heç bir şey. Sadə ixtisar aparacaq da bu ifadə. Burada nə? Bu 14-dür uşaqlar. 14-dür. Deyirəm nəsə var. Yenə də yox bölünmür. 14-də bölünmür. Yenə 2 ixtisar eləsək, burada 7 qalar. Burada qalar 480. Sürət deməli, qarşı-qarşıya hərəkət edilərsə sürətlər toplanır. Yəni 60 ilə 7-də 480 toplanır. Hər hansı bir t vaxta vurulur və ümumi yola bərabər olur. Deməli, bunu hesablasaq, t də bərabər 960-ı böləcəyik. 7-də 7-nin 60-a 420, üzərinə 480 gələndə elədi 900 elədi. Yəni 960-ı vuracaq 900-də 7-yə. Yenə də kəsr alınır, yenə davam eləyək. 96 ilə 90-ı ixtisar eləsək 2-yə, bura 45 qalar, bura qalar 48 qalar. Nəhayət vaxtımız oldu t bərabərdir 45-də 48 vurulsun 7 yazaq, o qalsın. Nəysə, zamanı bunlar görüşənə qədər zamanı tapdıq. Və indi deyir ki, birinci avtomobil nə qədər yol gedər? Birinci avtomobil nə qədər yol gedər? Birinci avtomobil nə qədər yol gedər də deyəndə, yəni V bərabər S böl T düsturunda, sürət düsturunda mən götürüb S-i tapsam, S bərabər VT. Yəni, neynəməliyəm? Sürəti zamana vurmalıyam. Zamanımız var, sürətimiz də birinci avtomobilin sürəti 60-dır. Buna 60-a vursaq, 15-ə ixtisar getsə, burada 3 qalacaq. Burada 60 15-ə qalacaq 4 qalar. 48-i 3-ə bölsəm 16, qalacaq 16 vurulsun 7, vurulsun 4. Yəni 16 vurulsun 28. 16 28-ə vuraq, cavabı tapaq. 16-ın 28-ə vuraq. 8 6-ın 48. 8 8 o da 4 12. 2 6 12, 1 yatda 2 1 2 o da 1 3. 8 4 4. Yəni birinci avtomobil gedəcəyi yol 448-dir. Vəssalam. Baba 448 bizim yolumuzun uzunluğudur. Digərində 15 olmuşdu. Sonra 51 52. Qonşu bucaqlarından birinin dərəcə ölçüsünün 3 misli,
Digərin dərəcə ölçüsünün 2 misli. Əvvəl qonşu bucağını alfabetdən işarə eləsək, cəmi 180-dir. Birinin 3 misli digərinin 2 mislinə bərabərdir. Bunu hər tərəfini 2-yə vursam, 2 alfa üstəgəl 2 beta bərabərdir 360. 2 betanın yerinə 3 alfa qoyum. Olacaq 2 alfa üstəgəl 3 alfa bərabər 360. 5 alfa 360 olanda alfamız olacaq 72 dərəcə. Əgər alfamız 72, kənara baxmağa ehtiyac yoxdur ki, betamızda eləyəcək 108 ki, yəni bizim qonşu bucaqlarımızın cəmi olsun 180 dərəcə. Sonra deyir ki, 180 kiloqram 20%. Duz məhlulu bu ifadələr yazanda 180 20% deyil, tad üstündən istifadə eləyin. 180-ı 20% elədi nə qədər? 36. Qalanı 144 elədi su. Bu da olsun duz. Nə qədər su buxarlandırıram? 180 su buxarlandırır. Maddəmiz qalır yerində. Maddə 36-dır. Su buxarlanır, amma məhlul azalır. Yəni olur 180 çıxı x. Maddəni məhlula bölü 100-ə vurmalıyam ki, sonda nə qədər deyir duzluğu onu tapaq. Yəni olacaq 36 bölünsün 180 çıxı x bərabərdir. %24-ə. 36 ilə 24-ə aparaq 12-yə. Bir tərəfdə 2, bir tərəfdə 3 qalsın. Çarpaz vurub hesablayaq. 2-nin 180 360. 360 çıx 2x bərabərdir 300-ə. 2x bərabər tənədən 360-dan 300 çıxanda 60. X-imiz də bərabərdir 62-yə böləndə qalacaq 30. Vəssalam. Yəni 30 qram su buxarlandırmaq lazımdır ki, duzluğumuz olsun 24%. Vəssalam. Cavabımız oldu 30. 54 son 2 dənə sualımız var. 54-ə baxaq. D düz xətti A və B mərkəzi çevrələrə uyğun olaraq C və D nöqtələrində toxunur. AC 16, BD 6 və CD 24. Bu çevrə arasındakı ən qısa məsafə. Bax, ən qısa məsafə deyəndə A-dan B-yə qədər çəkdik və B-dən digər çevrənin mərkəzini birləşdirdik. Bax, 6-dırsa 16-dan 6-nı çıxdıq. Bax, yuxarı qismə 10 qaldı. Bura 24-dürsə 576-nın üzərinə 100, 676. A-dan B-yə qədər olacaq nə qədər? 26. A-dan B 26 olacaqsa, bax, ən qısa məsafə və buradan bura qədərdir, çevrəyə qədər. Yəni, ümumiyyətlə, A-dan B-yə qədər məsafə 26-dır. 26-dan mən radiusları çıxsam, birinin radiusu 16-dır, birinin radiusu nədir? 6-dır. Yəni, 26-dan çıxsam, nəyi? Bu neçə eləyəcək? 22-ni, bu da 4 qalacaq. Yəni, ən qısa məsafə nəyə bərabər oldu? 4-ə. Son sualımız. 80 nəfərlik bir qrupda X qəzetini oxuyanların sayı Y qəzetini oxuyanların sayının 4 mislidir. Hər iki qəzeti oxuyanların sayı qəzet oxumayanların sayına bərabərdir. Şöyle bu o deməkdir ki, məsələn bu X qəzetini oxuyanlar olsun, bu Y qəzetini oxuyanlar olsun. Yəni, burada hər iki qəzeti oxuyanların sayı qəzet oxumayanların sayına bərabərdirsə, deməli, bunların kəsişməsi boş çoxluqdur artıq. Yəni, elə bura X qalır, bura Y qalır. X-dan Y-in cəmi 80 eləyir. Və X qəzetini oxuyanlar, Y qəzetini oxuyanların 4 mislidir deyəndə X bərabər 4Y yazırıq. Və yerinə qoyanda 5Y bərabərdir 80, Y bərabər 16. X qəzetini oxuyanların sayı. Əlbəttə, bunların cəmi 80-dirsə, Y-imiz 16-dırsa, X-i tapanda 80-dən də 16-nı çıxıb, taparıq 64. Deməli, bizim doğru cavab da olur 64. Dəyərli şairlər, videonu bəyəndinizsə, izlədinizsə, takip edin və paylaşmayı unutmayın ki, digər yoldaşlarınızla yararlana bilsin. Təşəkkürlər.